Hamıya salam, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə birlikdə yay aylarının ən sevilən yeməklərindən biri olan 3 bacı dolması hazırlayacağıq. Əgər bu resepti indiyə qədər sınamamısınızsa, mütləq hazırlayın. Çünki həm görünüşü, həm də dadı ilə süfrələrinizin sevilmisi olacaq. İndi isə keçək hazırlanmasına. İlk olaraq dolmamızın içliyini hazırlayırıq. Bunun üçün yarım kilo mal əti, yarım kilo qoyun əti, 200 qram quyruq və 3 ədəd orta boy soğanı ət çəkən maşından keçiririk. Hazırladığımız qarışığı qazana əlavə edib qovurmağa başlayırıq. Üzərinə zövqə görə duz, istiot və pul biber əlavə edib yaxşıca qarışdırırıq. Ət bişərkən biz də tərəvəzlərimizi hazırlayaq. İlk olaraq pomidorlardan başlayırıq. Pomidorun üst hissəsini kəsirik, amma tam ayırmırıq ki, sonradan qapaq kimi istifadə edə bilək. Qaşığın köməyi ilə pomidorun içini ehtiyatla çıxarıb bir qaba yığırıq. Beləliklə, pomidorun içində içliyi doldurmaq üçün boşluq yaranır. Bütün pomidorları bu qaydada hazırlayırıq. Daha sonra çıxardığımız pomidorun ətli hissəsini xırda-xırda doğrayıb bişən ətin üzərinə əlavə edirik. Ardınca bir dəstə keşniş, bir dəstə şüd və 2 dəstə reyhanı xırda-xırda doğrayıb içliyə əlavə edirik və yaxşıca qarışdırırıq. Əti suyu tam çəkilib yağa düşənə qədər bişirməyə davam edirik. İndi isə badımcanları hazırlayaq. Əvvəlcədən yuduğumuz badımcanların baş hissəsini kəsirik, daha sonra bıçaqla ortasına uzundan kəs yatırıq, amma tam bölmürük. İçərisinə bir qədər duz əlavə edib bir müddət gözlədirik ki, həm yumşalsın, həm də acı suyunu buraxsın. Bütün badımcanları bu şəkildə hazırladıqdan sonra taxtanın üzərində əlimizlə yüngülcə diyirləyərək toxumlarını çıxarırıq. Daha sonra su ilə yuyub yaxşıca sıxırıq. Hazırladığımız badımcanları duru yağda yüngülcə qızardırıq. Biberlərin hazırlanmasını videoda göstərmədik, çünki çox sadədir. Sadəcə baş hissəsini kəsib içini və tumlarını təmizləyirik. Biz biberləri yağda qızartmırıq, amma siz istəsəniz yağda qızarda bilərsiniz. Artıq bütün hazırlıqlar tamamlandığına görə dolmalarımızı doldurmağa başlaya bilərik. Dolmaları doldurmağa başlamazdan əvvəl kiçik bir məqama diqqət eləyək. Tərəvəzlərin içini yüngülcə duzlamağı unutmayaq. Bunun üçün barmağımızı duza batırıb pomidorun, badımcanın və bibərin içərisinə nazik bir qat şəklində duz sürtürük. Bu tərəvəzlərin daha dadlı olmasına kömək eləyir. İlk olaraq pomidorları doldururuq. Hazırladığımız içliyi pomidorların içinə yerləşdirib qapaqlarını örtür və qazana düzürük. Daha sonra badımcan və biberləri də eyni qaydada doldurub qazana səliqə ilə düzürük. Ən sonda pomidorların ətli hissəsini çıxararkən onun suyundan da qalmışdı. Dolmaların üzərinə həmin suyu əlavə edirik. Ardınca isə biraz kərə yağı əlavə edib qazanın qapağını örtüb zəif odda bişməyə qoyuruq. Və budur, yay süfrələrinin ən sevilən yeməklərindən biri olan 3 baca dolmamız artıq tam hazırdır. Ümid edirik ki, videomuzu bəyəndiniz. Əgər videonu bəyəndinizsə, kanala abunə olmağı, videomuzu bəyənməyi və rəylər bölməsində öz fikirlərinizi bizimlə bölüşməyi unutmayın. Növbəti videolarda görüşənədək hələlik.